Faiz bölməsindən davam edirik. Elə birinci sualdan başlayıram. Birinci sualda deyir ki, 6 ədəd eyni metal pulun kütləsi 15 qram olarsa, şərtdə deyir ki, 14 ədəd belə pulun kütləsi neçə qram olar? Neçə qram olar? Deməli, tənasüb qururuq. 6 ədəd eyni metal pulun kütləsi 15 qramdır. Bizə lazımdır ki, 14 ədəd həmin puldan kütləsi neçə qram olar? Buradan tənasübü həll eləsək, 6 vurulsun x bərabərdir 15 vurulsun 14 və x bərabərdir 15 vurulsun 14'ü deməli bölürük 6'ya. O da 3'ə ixtisar gedirlər. 15'i 3'ə bölsək 5, 6'nı 3'ə bölsək 2, 14 də 2'yə ixtisar gedir 7 və 5'i 7'yə vururam olur 35 qram. Yəni həmin puldan 14'ünün kütləsi 35 qrama bərabərdir. Ondan sonra keçirik deməli ikinci suala. İkinci sualda deyir ki, A hərfi Qarabağ sözündəki hərflərin Qarabağ sözündəki hərflərin sayının hansı hissəsini təşkil edir? Baxırıq ki, Qarabağ sözü deməli 7 hərfdən ibarətdir və 7'sindən 3'ü A hərfidir. Yəni A hərfi Qarabağ sözünün 7'də 3 hissəsini təşkil edir. Çünki 7 hərfdən 3'ü A hərfidir. Ona görə 7'də 3 hissəsini təşkil edir. Ondan sonra keçirik deməli 3-cü suala. 3-cü sualda deyir B ədədi, yazaq ki B ədədi bərabərdir. B ədədi 72'dən 6 dəfə kiçikdir. Onda 72'dən 6 dəfə kiçikdirsə 72'ni 6'ya bölək ki B ədədini tapaq. B ədədi 72'dən 6 dəfə kiçikdir. 72'ni 6'ya bölürük, o da 12. Deməli B ədədi 72'dən 6 dəfə kiçik olan ədədə, yəni 12'yə bərabər olur. Ondan sonra baxaq 4-cü suala. 4-cü sualda deyir ki, ədədin 40% ədədin hansı hissəsidir? Ədədin 40% ədədin 100'dən 40% deməkdir də. Bütövlükdə ədəd 100%'dir. 40% onun %40 hissəsinə bərabərdir. O da ixtisar gedirlər olur 0,4. Ümumiyyətlə faizi onluq kəsrə çeviririksə, onda 100'ə bölürük. Faizi onluq kəsrlə ifadə eləmək üçün deməli 100'ə bölməliyik. İndi 5-ci suala baxsaq, bizə onluq kəsr verib. Bunu faizlə ifadə elə deyir. Deməli, təzdən desəm, faizi onluq kəsrlə ifadə eləyəndə faizi 100'ə bölürdük. Onluq kəsrlə ifadə eləyəndə 100'ə bölürük. Onluq kəsri faizlə ifadə eləyəndə, onluq kəsri 100%'ə vururuq. Faizlə ifadə eləmək üçün 100%'ə vururuq. O da 100%'ə vuranda, deməli, sıfırların sayı qədər vergülü sağa çəkirik. Olur 27,5. Bax bu şəkildə. Ondan sonra keçirik deməli 6-cı suala. 6-cı sualda 4,8 vurulsun 3,6 vurulsun 0,81 bölünsün. Aşağıda vuruqların yerini dəyişirəm ki rahat olsun. Yazıram 1,2 vurulsun 0,3 vurulsun 0,6. Deməli, onluq kəsrin onluq kəsrə bölünməsidir. Onluq kəsrə böləndə vergüldən sonraki rəqəmlərin sayı eynidirsə, vergülləri atıb adi ədədlər kimi bölə bilərik. Yəni 48 bölünsün 12 yazırıq. Eyni ilə burada da vergüldən sonraki rəqəmlərin sayı eynidir. Vergülləri atıb adi ədədlər kimi 36'nı deməli 3'ə bölürük. Və axırıncıda da vergüldən sonraki rəqəmlərin sayı eynidir. Vergülləri atırıq, adi ədədlər kimi bölürük. Əgər vergüldən sonraki rəqəmlərin sayı eyni olmasa, hansında azdırsa sıfırlar artırmaqla vergüldən sonraki rəqəmlərin sayını bərabərləşdirib sonra vergülü atırıq və adi ədədlər kimi bölürük. İndi burada 48 12'yə ixtisar gedir 4 qalır. 36 deməli 36 6'ya ixtisar getsin 6 qalır. Və 81 də 3'ə ixtisar gedir 27 qalır. 81 də 3'ə ixtisar apardım 27 qalır. 4'ü vururam 6'ya.
Deməli 24, 24'ü də 27'yə vururuq. 24'ü müəllim 27'yə vur görək. 648, hə, çox sağ olun. 648. İndi sualda deyir ki, ədədi tapın. Ədədi tapın deyir. Hansı ədədi tapmalıyıq? Hansı ki 10 faizi bu kəsrin cavabına bərabərdir. Yəni 10 faizi 648'ə bərabər olan ədəd var. Biz o ədədi tapmalıyıq. 10 faizi 648'dir. O ədədi tapmalıyıq. 10 faizi 648 olan ədədi tapmalıyıq. Ədəd özü x-dir və ədəd də 100 faizdir. Bütövlükdə 100 faizdir. Hansısa bir ədəd var 10 faizi 648'dir. 10 faizi 648'dir. Özü 100 faizdir və özü x-dir. Buradan tənasübü həll eləsək, deməli yazıram ki 10 vurulsun x bərabərdir 648 vurulsun 100. 100 ilə 10 ixtisar gedir 10. X də bərabər 6480. Və yaxud da ki biz bunu belə eləyə bilərdik. Şərtdə deyir ki 10 faizi 648 olan ədədi tapın. Eyni şeydəsində ədədi x götürərdim. 10 faizini taparam. 10 faizini vurursan ona bölürsən 100'ə. Ədəd x-dir. 10 faizini tapıram. 10 faizi tapanda ona vurub 100'ə böldüm. 10 faizi 648'dir. Yəni 648'ə bərabər edirik. Yenə 100 10'a ixtisar gedir. 10 qalır. Çarpaz formada 648'i 10'a vururam. 6480 tapırıq. Ondan sonra keçirik deməli 7-ci suala. 7-ci sualda tənasübdür, sadə sualdır. Bölünsün. 3/1 yazıblar. Yazıram 10'da 31. Bərabərdir x bölünsün. Bunu da yazaq adi kəsrlə 10'da 93. Tənasübün xassəsinə görə orta hədlərin deməli hasili, buradan yazıram orta hədlərin hasili bərabərdir kənar hədlərin hasilinə. Kənar hədlərin hasilinə bərabərdir. İndi buradan hər tərəfdən vurma var deyə onlar ixtisar gedir. Hər tərəfdən 93 31'ə ixtisar gedir. 93 ilə 31 ixtisar gedir. 3 qalır. 9 da 3'ə ixtisar gedir. 3 qalır. X bərabər tapıram 3'də 7. O da 2/3'də 1 alarıq. Bax bu şəkildə. Ondan sonra keçirik deməli 8-ci bir dəqiqə 8-ci suala keçirik. 8-ci sualda deyir turist 25 kilometrlik yolun 40%'ni gedib. Yolun qalan hissəsini tapın deyir. Burada cümlə tam düzgün deyil. Yolun qalan hissəsini yəqin ki kilometrlə soruşur. Yolun qalan hissəsini kilometrlə taparıq. Deməli 25 kilometrlik yolun 40%'ni gedibsə 60%'i qalıb. Onda birbaşa 60%'ni tapaq. 60%'ni tapanda da 60'a vurub deməli 100'ə bölürük. 40%'ni gedibsə 60%'i qalıb. 25'in 60%'ni tapırıq. O da 125'ə ixtisar gedir. 4 qalır. 60'ı da 4'ə bölürəm. Olur 15 kilometr. Yəni yolun qalan hissəsi 15 kilometrdir. 15 kilometr yol qalıb. 15 kilometr yol qalıb. Ondan sonra keçək deməli 9-cu suala. 9-cu sualda deyir ki, xəmir bişirildikdə çəkisinin 30%'ni itirir. Bu nə deməkdir? Bu deməkdir ki, biz 1 kilogram xəmiri bişirsək də, biz 10 kilogram xəmir də bişirsək, 50 kilogram xəmir də bişirsək, bunun 30%'i itir. 30%'i itkiyə gedir. İndi bizə 500 kilogram xəmir verib, 500 kilogram xəmir verib və 30%'i itir. 30%'i deməli itir. Əgər 30% itirsə, onda ümumi 100%'dir. 30% itirsə 70%'i qalır. Birbaşa 70%'ni tapırıq. 30% itirsə 70%'i qalır və yerdə qalan artıq çörək olur, düzdürmü? 30%'ni itirsə 70%'i qalır. Sıfırlar getdi, olur 350 kilogram. Deməli 500 kilogram xəmiri bişirsək 30% itir, 70%'i qalır və 350 kilogram deməli bişmiş çörək alınır. 10-cu sualda məzmun eynidir. Deyir, şəkər çuğundurundan onun kütləsinin 20%-i qədər şəkər alınır. Şəkər çuğundurundan 20% şəkər alınır. Yəni biz 1 ton istəyir, 10 ton istəyir, 20 ton şəkər çuğunduru götürsək, 10-20%'i şəkərdir. İndi bizə 80 ton
şəkər çuğunduru verib. 80 ton şəkər çuğundurunun 80 ton şəkər çuğundurunun hamısı şəkər deyil, 20% şəkərdir. 20%-ni tapırıq. 80-in də 20%-ni tapanda 80-i 20-yə vurub 100-ə bölürük. 80 ton şəkər çuğundurunun 20%-i şəkərdir. Bu sıfırla bu sıfır gedir, bu sıfırlarda gedir. 8 vur 2, o da 16 ton. Yəni 80 ton şəkər çuğundurundan 16 ton şəkər alınır. Ondan sonra keçirik deməli 11-ci suala. 11-ci sualda deyir ki, bir dəqiqə. 11-ci sualda deyir ki, taxıl üyüdüldükdə çəkisinin 90% qədər un alınır. Sonra deyir ki, nə qədər taxıl üyütmək lazımdır ki, 1260 kiloqram un alınsın. Biz nə qədər taxıl üyüdək? X kiloqram qədər taxıl üyüdək. X kiloqram qədər taxıl üyüdək. Əgər x kiloqram qədər taxıl üyütsək, bunun 90%-i un olacaq. 90%-ni tapanda 90-a vurub 100-ə bölürəm. 90%-i un alınacaq və 90%-i bizə bərabərdir 1260 kiloqram unu verməlidir. X kiloqram taxıl üyütsək, 90%-i un alınır. Yəqin ki, 10%-i itkiyə gedir. 90%-i un alınır və 90%-i 1260 kiloqram unu verməlidir. 1260 kiloqram una bərabər olmalıdır. Buradan deməli sıfırlar gedir və 1260 da 9-a bölürsünüz. Bir dəfə buradan da 12 çıx 9, 3, 36, 100, deməli 140. 140-ı da vururam 10-a çarpaz formada. 140-ı 10-a vurursunuz, olur 1400. Onda belə çıxır ki, 1400 kiloqram biz taxıl üyütməliyik ki. 1400 kiloqram taxıl üyütməliyik ki, 1260 kiloqram un əldə eləyək. Və yaxud da belə yaza bilərdiniz, tənasüb yolu eyni şeydəsində nə qədər taxıl üyütmək lazımdır. X kiloqram taxıl götürürük. X kiloqram taxıl, taxıl özü 100%-dir bütövlükdə. 90%-i undur və un da 1260 kiloqram. Bu da un. X kiloqram taxıl götürdük. Taxıl hələ üyüdülməyib. Onda taxıl hələ ki 100%-dir. Un da 90%-dir və 1260 kiloqramı verməlidir. Bu tənasübdən də eyni nəticəni alarsınız. Ondan sonra keçirəm deməli 12-ci suala. 12-ci sualda deyir ki, kənd təsərrüfatı bitkilərinin əkilməsi üçün nəzərdə tutulmuş 42 hektar əkin sahəsi dənli və texniki bitkilər üçün uyğun olaraq 3 bölünsün 4 nisbətində 2 hissəyə ayrılmışdır. Çox asan. Dənli və texniki bitkilər üçün 3 bölünsün 4 nisbətində 2 hissəyə ayrılıb. Onda birinci dənli bitkilərdir. Dənli bitkilər uyğun olaraq 3x, texniki bitkilər üçün ayrılan sahə olsun 4x. Və ümumi 42 hektar ərazidir. Onda 3x plus 4x bərabərdir 42-yə. Yəni dənli bitkilər üçün ayrılmış sahə ilə texniki bitkilər üçün ayrılmış sahə ümumi toplamı 42 hektardır. Buradan 7x bərabərdir 42, x də bərabərdir 42-ni 7-yə bölürəm 6. Bizdən də sualda dənli bitkilər üçün neçə hektar ayrılıb soruşur. Dənli bitkilər x-a 6 qoyursunuz. O da 3 vur 6, 18 hektar. Deməli, dənli bitkilər üçün ayrılan sahə 18 hektara bərabərdir. Ondan sonra keçirik deməli 13-cü suala. Bizə dəqiqə. 13-cü sualda deyir, əhalisi 70 min nəfər olan şəhərin sakinləri bir ildən sonra 74.200 nəfər oldu. Şəhərin əhalisi neçə faiz artdı? Bu tipli tapşırıqlarda neçə faiz artdı, neçə faiz azaldı? Bunu tapmaq üçün həmişə əvvəlki qiyməti, əvvəlki miqdarı, əvvəlki sayı biz 100% götürməliyik. Yəni əvvəl şəhərin əhalisi 70 min nəfər idi və əvvəlini 100% götürürük. Bir ildən sonra oldu 74.200 nəfər. Bir ildən sonra da x faiz götürək.
Həmişə bu tipli suallarda əvvəlkini 100% götürürük ki, sonrakına baxaq görək artıb yoxsa azalıb və neçə faiz artıb və ya neçə faiz azalıb. Birbaşa yazsam x bərabər çarpaz formada 74.200 vur 100 bölünsün 70.000. Deməli yuxarıdan 1, 2, 3, 4, aşağıdan da 1, 2, 3, 4 dənə 0 ixtisar gedir. Qalır 742 bölünsün 7, o da olur 106%. Deməli, əvvəl şəhərin əhalisi 70.000 nəfər idi. Əvvəl 100% idi. Bir ildən sonra 74.200 nəfər oldu və 106% oldu. Onda əvvəl 100% idi, indi 106% idi. Deməli, şəhərin əhalisi bir il ərzində 106 çıx 100, 6% artım var. 6% deməli artdı. Əvvəl 100% idi, indi 106%dir. Deməli 6% artıbdır. Və keçirik deməli 14-cü suala. 14-cü sualda deyir ki, qrupdakı tələbələrdən hər biri İngilis və ya fransız dilini bilir. Yəni hər bir tələbə ya İngilis dilini bilir, ya fransız dilini bilir, ya da hər iki dili bilir. İngilis dilini bütün tələbələrin İngilis dilini bütün tələbələrin 80%-i bilir. Fransız dilini bütün tələbələrin 70%-i bilir. Hər iki dili bütün tələbələrin neçə faizi bilir? Biz bilirik ki, bütün tələbələr 100%-dir. Bax, buradan da yazıram. Bütün tələbələr 100%-dir. Əgər biz burada İngilis dili və fransız dilini bilənləri toplasaq eləyir 150%. Bu deməkdir ki, bütün tələbələr də 100%-dir axı, bütün tələbələr. Bu deməkdir ki, 50% tələbə hər iki dili bilir. Yəni 50% tələbəni İngilis dilini bilən tələbələrin içində də saymışıq. 50% tələbəni fransız dili bilən tələbələrin içində də saymışıq. 50% tələbəni 2 dəfə saymışıq. Çünki bütün tələbələr 150% ola bilməz. Bütün tələbələr 100%-dir. Əgər 100-ü aşırsa, 100-ü keçirsə, deməli biz kimlərisə 2 dəfə saymışıq. O da 2 dəfə saydıqlarımız 100-ü aşan bu 50%-dir. Yəni 2 dəfə saydıqlarımız deməli hər iki dili bilənlərdir. Hansı ki İngilis dilini bilənlərin içində də saymışıq, fransız dilini bilənlərin içində də saymışıq. Yəni 50% tələbə biz deyə bilərik ki, 50% tələbə hər iki dili bilir. Hər iki dili bilənlərdir. Ondan sonra keçirik həqiqət ədədlərlə bağlı. Orada elə də suallar yoxdur. Birinci sualda deyir ki, mənfi 2 tam %33 ədədi hansı iki tam ədəd arasında yerləşir? Aydındır ki, mənfi 2 tam %33 ədədi mənfi 3-dən əvvəldə yerləşir, mənfi 2-dən də sonrada yerləşir. Yəni mənfi 2 tam %33, mənfi 3 və mənfi 2 tam ədədlərinin arasında yerləşir. Ondan sonra baxırıq ikinci suala. İkinci sualda deyir ki, M ədədinin tərtibi 18-ə bərabərdir. Onda M ədədini biz tərtibi 18-dir, 10 üstü 18 şəklində yaza bilərik. Tərtibi 18-dir. Yəqin ki, qiymətli hissəsi də 1 və 10 arasındadır. Çünki birbaşa tərtibini veribdir. Elə 10 üstü 18 yazırıq. Sonra deyir ki, M vurulsun 10 üstü mənfi 5 ədədinin tərtibini tapın. Gətirib M-in yerinə 10 üstü 18 qoysaq, hazırdır bu. Standart şəkildə yazılıb ki, tərtibini bizə verib. Tərtibi 18-dir. Vurulsun 10 üstü mənfi 5. Vuranda üstlər toplanır. Olur 13. 18 üstə gəl mənfi 5 olur 13. Onda tərtib birbaşa 13-dür. Yəni M vur 10 üstü mənfi 5 ədədinin tərtibi deməli birbaşa 13-ə bərabərdir. Ondan sonra baxaq 3-cü suala. 3-cü sualda deyir ki, A ədədi bərabərdir 3,2 vurulsun 10 üstü 9. B ədədi bərabərdir 5 vurulsun 10 üstü mənfi 7 olarsa, bu ədədlərin hasilinin tərtibini tapın. Ümumiyyətlə, ixtiyari bir biz A ədədi götürsək, A ədədi bərabərdir R vurulsun 10 üstü N şəklində yazılıbsa, bu onun standart şəkildə yazılışıdır və burada R, deməli R 1 ilə 10 arasından qiymətləri almalıdır. Hansı ki biz R-ə ədədin qiymətli hissəsi deyirik. R burada
standart şəkildə yazılmış ədədin qiymətli hissəsidir. R-ə biz qiymətli hissə deyirik. N-də tərtib götürülür. Belə deyək də, inşallah qüvvətə tərtib deyirik. Və standart şəkildə yazandan sonra qiymətli hissəsi neçədir onu deyə bilərik. Standart şəkildə yazandan sonra tərtibi neçədir onu deyə bilərik. Standart şəkildə yazmaq üçün də onun yanında duran bu R var. Onun yanında duran ədəd bax bu şərti ödəməlidir. Yəni ondan kiçik olmalıdır. Birdən də böyük və ya 1-ə bərabər olmalıdır. İndi suala qayıtsaq, A və B ədədlərinin hasilinin tərtibini soruşur. Əvvəlcə A və B ədədlərinin hasilini tapaq. Yəni bu adı vururuq B-yə. A və B ədədlərinin birinci hasilini tapaq, sonra tərtibini taparıq. O da bunun qiymətli hissəsini vuraq bunun qiymətli hissəsinə. 3,2-ni 5-ə vururam. 3,2-ni 5-ə vururam. Yazıram 16. Onu da 10-a vuranda üstlər toplanır. 9-un üstə -7 gəlirəm. Olur 2. İndi biz A və B ədədlərinin hasilini tapdıq. Amma A və B ədədlərinin hasili standart şəkildə deyil. Yəni biz bu dəqiqə deyə bilmərik ki, tərtib 2-dir. Çünki standart şəkildə deyil. Standart şəkildə olması üçün qiymətli hissə bu şərti ödəməlidir. Qiymətli hissə 1 ilə 10 arasında olmalıdır. 16 axı 1-10 arası deyil. Deməli, R 1-10 arası olmalıdır. Ümumiyyətlə, onun yanında duran ədəd, onun yanında olan ədəd ondan kiçik olmalıdır. Onda biz 1,6-nı yazaq, daha doğrusu 16-nı 1,6 vur 10 yazaq. Onsuz da 1,6-nı 10-a vuranda 16 eləyir. 1,6-nı 10-a vuranda 16 eləyir. Heç bir qanun pozuntusu yoxdur. 1,6-nı 10-a vuranda 16 eləyir. Belə ona görə yazdıq ki, uşaqlar, qiymətli hissə 16 ola bilməz. Qiymətli hissə 16 ola bilməz, ondan kiçik olmalıdır. Belə yazanda 1,6 olur, 1,6 da ondan kiçikdir. Və vurulsun 10 üstü 2. Burada da 10'un üstündə 1 var. 1,6 qalır. Onu ona vuranda üstlər toplanır. 1 üstə gəlir 2, 3. Və salam biz A və B ədədlərinin hasilini tapıb, hasilini standart şəkildə yazdıq. Bunun R-i 1,6'dır, hansı ki R qiymətli hissədir, 1,6'dır. Qiymətli hissə də ondan kiçik olmalıdır. 1,6 da ondan kiçikdir. Deməli, R-i qiymətli hissəsi 1,6-dır və tərtibi də 3-dür. Bizdən də tərtib soruşur. Cavab olur 3. Bizdən tərtib soruşurdu. Ondan sonra baxırıq deməli 4-cü suala. Elə bax burada da görürsünüz ki, bu sualda bu verilən ədəd standart şəkildə yazılmayıb. Standart şəkildə yazılmayıb. Çünki qiymətli hissə 37,3'dür. Amma ondan kiçik olmalıdır. Ondan kiçik olmalıdır. Onda biz ondan kiçik olsun deyə biz bunun vergülünü bir vahid sola çəkək. Yəni mən bunu belə yazacağam. Yazdıram ki 3,73 vergülü bir vahid sola çəkdim. 3,73 ona görə yazıram ki 3,73 ondan kiçikdir. Qiymətli isə də ondan kiçik olmalıdır. Vurulsun 10. Niyə vurulsun 10 yazıram? Qayıdıb 3,73'ü 10'a vuranda vergül sağa gəlir, həmin ədədi verir. 10'a vuranda vergül bir vahid sağa gəlir, 37,3'ü verir. Və vurulsun 10 üstü 4. Yenə deyirəm 3,73'ü 10'a vuranda vergül bir vahid sağa gəlir, 37,3'ü qayıdır verir. Belə yazmamızda məqsəd odur ki, qiymətli isə 37,3 ola bilməz. Ondan kiçik olmalıdır. 3,73'də artıq ondan kiçikdir. İndi burada da onun üstündə 1 var. Artıq 3,73 qiymətli hissədir, ondan kiçikdir, olduğu kimi qalır. Onu da ona vuranda üstlər toplanır, 10 üstü 5. Burada -4 idi, üzr istəyirəm. Bizə dəqiqə -4'dürsə, bir üstə gəl -4, vuranda üstlər toplanır, olur -3. Və salam, biz verilən ədədi standart şəkildə yazdıq. Əgər sizdən soruşsa ki, bunun qiymətli hissəsi neçədir? Deməli, qiymətli hissə 3,73'dür. Əgər sizdən tərtib soruşsa, tərtib də qüvvətə deyirik, tərtibi də -3'dür. Tərtib qüvvətdir, onu bilirsiniz. Amma qiymətli hissə
budur və bir daha deyirəm ki, qiymətli hissə bir daha göstərirəm. Qiymətli hissə ondan kiçik olmalıdır. Birdən də böyük və ya 1-ə bərabər olmalıdır. Bir sözlə qiymətli hissə 1 ilə 10 arasında olmalıdır. Bir də ola bilər.